Hər vaxtınız xeyir olsun qızlar. Gəlin bir yerdə ballı tort hazırlayaq. Bunun üçün qabıma 150 qram kərə yağ əlavə edirəm və üzərinə də 3 dolu xörək qaşığı bal tökürəm. Bu videom biraz uzun olacaq, çünki həqiqətən də ballı tortun hazırlama prosesi biraz uzundur və çətindir, amma bütün çətinliklərə inanın ki, dadı dəyir. Bir dəfə hazırlasanız daima özünüz hazırlamaq istəyəcəksiniz. Deməli, qarışımımızı peçin üzərinə alırıq və əridirik. Yağımızı əridirik. Daha sonra bir çay qaşığı da soda əlavə edib bura qarışdırırıq və yenə peçin üzərində köpüklənib rəngi dəyişənə qədər saxlayırıq. Və artıq bu hazırdır. Bunu bir kənara qoyuruq ki, biraz soyusun. Deməli, xəmir yoğurmaq üçün qabımızı götürürük və qabımıza 4 ədəd yumurta əlavə edirik. Bu 4 ədəd yumurtanı 1 stəkan yarım şəkər tozu ilə bir yerdə çalacağıq. Bir stəkan yarım şəkər tozumuzu 4 yumurtanın üzərinə əlavə edib, mən əl çırpıcıdan istifadə edirəm. Siz mikserlə də çırpa bilərsiniz. Çalışın ki, yaxşı çırpasınız ki, deməli, burada içərisində olan şəkər tozu əriyib qarışa bilsin məhlulumuza. Daha sonra isə bu qarışımımızın içərisinə hazırladığımız bu soda qarışımını hissə-hissə əlavə edib qarışdırırıq. Biz yumurtanı çalana qədər artıq bu soda qarışımımızın da istisi azalmış olacaq, amma tam da soyumur. Yəni belə deyim, tam da soyumur. Yəni xəmirimiz isti alınır. Bu qarışımı da qəşəngcə bura əlavə etdikdən sonra hissə-hissə bura unumuzu da əlavə edəcəyik. Un əlavə edərkən çalışın ki, diqqətli olun. Unu bir dəfəlik tökmək olmaz. Hissə-hissə, yəni 1 stəkan tökmək lazımdır. Hardasa 5 stəkan yarım bura un gedəcək. Çalışın ki, unu 1 stəkan tökəsiniz. Çünki sonda yenə də ələ yapışan bir xəmir alınır. Çox un əlavə etsəz, korjlarınız bərk alınacaq. Və stəkan əlavə edib, əvvəlcə spatula ilə qarışdırırıq. Daha sonra isə təbii ki, əllə xəmir yoğururuq. Və artıq xəmirimiz demək olar ki, artıq hazırdır və biz dəzgahımızda bunu hissələrə ayıracağıq. Yenə də qeyd etdiyim kimi, xəmir ələ yapışan bir xəmir olduğu üçün biz bundan kündələyərkən undan istifadə edirik. Yəni unla dəzgahımızı unlayaraq, əlimizi unlayaraq, deməli, xəmirimizi 10 bərabər kündəyə bölürük. 10 bərabər kündəyə 10 dənə korjumuz alınacaq. Və bu cür alındı. Xəmirlərimizi qoyuruq soyuducuya və kremini hazırlamağa başlayırıq. 1 paket, 1 litrlik paketli olan qaymağımızı qabımıza əlavə edirik və üzərinə də 300 qram bişmiş qatlaşdırılmış deməli südümüzü bura əlavə edirik. Siz bişməmiş qatlaşdırılmış süd də əlavə edə bilərsiniz, fərq etməz. Belə olanda dadı daha da dadlı olur qaymağın və yaxşıca çalıb, köpüklənib qaymağımızı tam hazır vəziyyətə gətiririk. Mən korjlarımı bişirdim. Deməli, 10 korju yayırıq və onu sobada 200 dərəcədə qəşəngcə bişiririk. Bişəndən sonra korjularımızı səliqəli bir şəkildə kəsirik. Mən tam belə simmetrik alınması üçün qəlibdən istifadə edəcəm. Qabıma qəlibi yerləşdirirəm və korjularımı bir-bir qabın içində yığacam ki, mənim tortum səliqəli alınsın, görünüşü gözəl olsun və təbii ki, bir-bir hər dəfə korjuların arasına bu qaymaqlı kremimizlə yayaraq tam 10 qat deməli tortumuzu yığmış oluruq. Və bu cür formada mən onu soyuducuya qoyuram və soyuducudan sonra çıxardıb artıq bəzəmə işlərinə başlayacağam. Və budur artıq soyuducudan çıxartdım. Üzərini daha da hamar olması üçün bir qat da kremlə kremlədim. Ətrafını da deməli qırılmış bu kənarlarını blenderdən keçirdərək, hissələr xırdalayaraq kənarını səliqəyə saldım tortumu. Deməli, qızlar, bu bəzəmə işində mən də bir çox qadınlar kimi çətinlik çəkirəm. Bilmirəm necə bəzəyim, yəni ki, professional bu aşçılar kimi bəzəməyi bilmirəm. Ona görə hər dəfə bu tort ləvazimatlarından bu cür aksesuarlar alıram.
Və bu gün də mənim sevimli böyük qızımın ad günü olduğu üçün onun üçün belə bir kiçik aksesuarlardan deməli taparaq bir dizayn etmək istəyirəm üzərinə ki, onun üçün maraqlı olsun. Deməli, belə bir şarlar almışdım. Bunların hardasa bir qiyməti 1 manat, 2 manat arası idi. Daha gözəlləri də var idi. Təbii ki, qiymətlərə uyğun. Bildiyiniz kimi bu şirniyyatlarda, tort ləvazimatları mağazalarında daha gözəl deməli bəzəklər olur. Təbii ki, qiymətindən asılı olaraq. Mən bu cür sadə bir bəzək seçdim və bu cür tortumu bəzəməyə çalışıram ki, gözəl olsun, görünüşü gözəl olsun, uşaq üçün maraqlı olsun. Bu cür formada bəzəyirəm. Təbii ki, yenə də bəzəmək hər zövqə uyğundur. Bunu sadə olaraq da üzərini sadə korjların qırıntısı ilə də sadə bəzəsə, sadə güllərlə, sadə nə bilim meyvələrlə, hətta gilə meyvələr, indi mövsümi gilə meyvələr, çiyələk, daha sonra malina. Mən malina tapa bilmədim. Əslində malina fikrimdə var idi, üzərinə malina ilə bəzəyim. Yəni bu cür formada da istənilən zövqə uyğun bəzəmək olur. Hər biri çox da gözəl görsənir. Bax, mən də belənçiylə, şarlar və balaca qız deməli şeyi ilə, fiquru ilə tortumu bəzəməyə çalışıram. Yenə də bu sizin özünüzün zövqünüzdə deməli aid olan bir şeydir. Ən əsası odur ki, tortumuz dadlı alınır, gözəl alınır, özümüzün hazırladığı formadadır, öz istəyimizə uyğun alınır, çəkisini özümüz istədiyimiz kimi ayarlaya bilirik. Bu tortla mənim verdiyim bu reseptlə böyük tort alınır. Yəni bir qonaqlığı rahat yola verəcək qədər alınır. Hardasa bir 20 nəfərə yaxın xırda hissələr bölünmüş tort deməli ölçülərə bölmək olar. Bu formada bəzəyirəm tortumu. Çalışıram sizə hər incə detayını göstərim ki, sizin üçün də bir fikir olsun. Və yenə də belə bir xırda güllər almışdım. Burada müxtəlif əslində güllər var idi orada. Mən bunu tərcih etdim. Ancaq ki, bilsəydim çox alardım. Çünki bütün hər tərəfinə çatmadı. Mən dedim, kiçik bir hissəni bəzəyərəm güllərlə və ona görə də yalnız qarşısına gülləri düzdüm. Məsələn, çox alsaz, əgər mən 10 dənə gül almışdım, siz 20, 30, bəlkə də 40 dənə xırda gül alsaz, bütün ətrafına belə tortumuzun güllə bəzəyə bilərsiniz. Elə də çox maraqlı görsənər, mən elə hesab edirəm ki, maraqlı görsənər. Yenə də əlbəttə ki, bu bəzəmək işləri hamısını hər kəsin öz zövqünə uyğun bir formada etmək olar. Yenə də bax, belə bir formada da gözəl görsəndi, mən elə gəlir, maraqlı alındı. Və artıq demək olar ki, tortum artıq mənim hazırdır. Yenə də bu qaymaqlı tort olduğu üçün mən bunu soyuducuda saxlayacağam axşama qədər. Mütləq ballı tortu gecədən hazırlamaq lazımdır. Korjların qaymağı deməli yumşalması üçün. Çünki ballı tort belədir ki, 1-2 gün qaldıqdan sonra daha yaxşı yumşalır. Və bu cür qaymaqlı tort etdikdə mən korjları deməli su vurmuram. Və artıq tortumuzu bölmüşük. Mən istəyirəm sizə korjlarını göstərim. Baxın, çox gözəl alınır korjları. Yumşaq alınır. Ballı tortum çox yumşaq alınır. Yəni qaymaqla bir dəfə ballı tortu sınayın.
çox bəyənəcəksiniz. Nuş olsun.